Değerli izleyiciler, hamını salamlayıram. Budur bizim növbəti gün və növbəti tıraş videomuz. Növbəti tıraş videonun səbəbkarları olacaq demək olar ki, eyni ilə, yəni ki, fırça və üz qırxan. Bircə çox balaca bir nüanslar olacaq. Budur bizim fırçamız yenə də Frank Shaving. Niyə? Çünki biz bu günləri Frank Shaving deməli, bir sekund, mən üzürlü sayın. Bunun ayağı qaçıb. Aha. Və Frank Shaving deməli bu müəssisəyə aid olan belə bir üz qırxanımız olacaq. Sabun və aftershave deməli Nobel Otta Eros Ambrosia adlı belə bir Nobel Otta tərəfindən hazırlanmış, müəssisədən hazırlanmış sabun və deməli aftershave. Deməli notlar nədir? Bergamotdur, yoldaşlar, orange, black pepper, whiskey, kardamon, jasmine, cedarwood, patchouli, musk və love indi nəticə bilmirəm. Baxaq görək nə kimi burada əsas bu tallow-dur, beef tallow, yəni ki piydəndir, heyvan piyindən. Sabunun qoxusu belə çox incə bir qoxusu var. Bərk sabundur, mən qaşıqla bunu götürə bilməyəcək, çünki yapışmayacaq. Ona görə mən bunun üzündən götürəcəyəm. Azca belə suyu əlavə edirəm yoldaşlar. Və qoy biraz istansın. Koptursun özünə biraz sudan. Budur deməli biz bu sabun və aftershave haqqında danışdıq. Tiyələr olacaq bizdə bir yoldaşlar birinci istifadədə və gəlin biz bir zamanda bunları yerləşdirək bizim üz qırxan Frank Shaving'ə. Deməli düşündüm ki adı nədir bu, inanmıram məndə qala o üz qırxan deməli Avanti. Amma ümid edirəm ki, haçansa yenə də şansımız olacaq onu əldə etmək Ceyhun müəllimlə, çox güman ki. Və o zaman mən onu pillə-pillə test edərəm, sağlıq olsun. Amma düşündüm ki, yarımçıq nöş test qalsın, misal üçün əgər alındıra bilməsəm, ona görə fikirləşdim, gəlin bu günləri Frank Shaving'in deməli paslanmayan poladdan olan bu üz qırxanla üzümüzü qırxaq və bir də test edək, görək big kimi kəskin iti tiyələrlə necə üzümüzü qırxacaq, çox maraqlıdır. Deməli, aftershave qoyuruq qırağa, tiyələri də qoyaq qırağa, bunlar artıq bizə lazım olmayacaq. Tez bir zamanda indi köpükləndiririk. Burada əmələ gələn belə su kimi nədirsə bunu götürürük üzdən və fırçamızı da belə bir sudan azad edirik. Eyni zamanda mən bunu təzədən isti suyla doldururam. Doldu. Görəm qırağa və yerləşdirəm üz qırxanı ki isinsin. Və başlayaq yoldaşlar, sabunu yığaq fırçaya. Sabun üzür deməli bu qabın içində götürməyi biraz fırçaya yükləməyi biraz məncə kifayətdir, yenə lazım olsa yenə də girərik qaba. Ceyhun müəllim mənə çox üzürlü saysın, çünki sabun bəlkədir. Üstünü yaxalayıb qaytararam. Çox üzürlər bilirəm Ceyhun müəllimdən. Və davam edirik yoldaşlar.
Çox qəşəng köpük alınıb və tez bir zamanda üzümü azca yaxalayıb qayıdıram yanınıza. Biraz öncədir mən duş qəbullədim. Bəli yoldaşlar, başlayırıq demək olar ki, onu qeyd eləmək istəyirəm ki, spesifik bir qoxu var, amma deyim ki, belə kəskin bir qoxu deyil, incə qoxudur. Belə qarışıqdır, amma hiss olunur ki, yəni sintetik deyil, daha çox təbii qoxuya bənzəyir. Görək elə Aftaşev nə göstərir bizə, nə kimi təəssüratlar yaradır bizdə. Və başlayaq yoldaşlar. Bik tiyələri birinci pərdə böyümə istiqamətdə. 24 saatlıq saqqal. Deməli, nə deyə bilərəm yoldaşlar, üzqırxan həqiqətən də yəni istifadədə çox rahatdır, yəni ki, ümumiyyətlə incitmir. Çox xoşuma gəlir məhz bu növ performans üzqırxanlarda ki, incitməsin, tıraş belə öz axarı ilə getsin, yəni ki, gördünüz, yəni ki, birinci istifadədə bikdir, kifayət qədər kəskin tiyələrdir, amma hələ ki, heç bir çatlıq falan yoxdur. Yəni ki, üzqırxan belə üzqırxmalıdır. Mənim belə fikrimcə, amma yenə də bu mənim subyektiv fikirdir. Davam edirik. Budur yoldaşlar, deməli birinci pərdə sona yetdi və biz tıraşımızı davam edirik növbəti pərdə üçün. Üzümüzə bir də sabunumuzu çəkək. Çox qəşəng köpük alınıb, çox belə sıx. Görək, ümid edirəm ki, bu ikinci deməli pərdədə axırlarda belə yatmasın. Əsas odur. Budur yoldaşlar, deməli başlayırıq, keçirik ikinci pərdəyə. Görək nə gəlir başımıza. Yoldaşlar, o ki tiyələr kifayət qədər
itidi. Yəni ki, üz qırxan əməlli başlı üzdə üzür. Yəni ki, bir müqavimət falan görmürdü yəni. Sözün əsl mənasında üzür. Sabun performansı da çox yüksək bir səviyyədədir yoldaşlar. Çox. Budur. Mən tez bir zamanda yoxlayım görüm necə alınıb tıraşımız. Yəni BBS gözləmək düzgün deyil bu kimi üz qırxanlarda. Aynen. Çox gözəl. Bircə bu problemli yer qalır. Çalışım götürmək, amma inanmıram ki yox. Məncə heç bir mənası yoxdur. Budur yoldaşlar. Mən tez bir zamanda üzümü sərin suyla yaxalayıb qaydıram yanınıza. Eynəklər pis günə düşüb. Çalışmışsın, değil mi? Qoyaq bunları qırağa. Budur yoldaşlar. Yeniden sizinleyim. Bu splash'tı, yani ki neyse ayrı bir şey yoktu, yani alkogolludur ya nedirsə, ya alkogolu əvəz edən neyse olmalıdır. Yok, var. Dental alkogol, bu nə deməkdir bilmirəm. Ha yoldaşlar. Qəşəng dozatör var, spirt iyi gəlir. Ona görə deməli sabun qoxusu ilə artıq bu deməli şüşədə olan bu splash'in qoxuları azca da olsa fərqlənirlər. Qəşəng dozatör var. Budur. Görək nə gəlir başımıza. Okey. Yandırma effekti alkogolun var. Amma çox cüzidir. Həddindən artıq cüzi deyək. Çünki üz qırxanımız və kifayət qədər yağlıdır bu. İndi mən qoxunu hiss edirəm. Qəşəng qoxu var. Bir növ açılışdı. Güllərin iyisi gəlir. Belə nə deyim mən sizə. Sabundan heç belə qəşəng iyi gəlmir. Bir xırda nəysə var, hansı ki mən hansısa bir yadıma düşdü. Deməli bu bizdə o Vietnam mazı var, onun tərkibindən gələn belə bir növ qoxu var, biraz azca da olsa, bilmədim o nədir. Budur bizim sabunumuz, fırçamız. Burada demək olar ki bir dəfə də tıraş olunmaq olar. Yəni sabunun keyfiyyətini görürsünüz, hələ də oturmayıb, yəni ki sıxlığı falanı hər şey yerindədir. Yəni sabun belə olmalı, yəni keyfiyyətli sabun belə olmalı. Deməli sabun haqqında nə deyə bilərəm? Performansı çox qəşəng idi. Son ana qədər yəni ki yatmadı, sonra necə deyim, sıxlığı yerində qaldı.
post slickness, yəni ki, sürüşmə və o sıxlıq son ana qədər, yəni yüksək bir səviyyədə idi. Məhz bu sabunlarla misal üçün hansısa aqressiv alətləri istifadə etmək olar. O ki, bir növ belə deyək, təhlükəsizlik yastığı kimi effekti var. Yəni ki, bu kimi məqamlar var bu sabunda. Çox xoşuma gəldi. Qoxu da spesifik bir qoxudur. Həm gül zadı verir, qoxusu verir. Nə bilim, belə qəşəng qoxudur bir sözlə, yəni həddindən artıq. Amma çox incədir. Bircə bu ki, aftershave istifadə elədim. Orada biraz sanki qoxu daha gözə çarpandı və belə deyək, daha yoğundur deyək, nə deyək. Daha çox gəlir qoxusu. Bu da Frank Shaving fırçanı görürsünüz necə açılışdı. Sabundan danışdım, çox xoşuma gəldi. İndi soyuq su ilə yaxalayıb yiyəsinə qaytaracağam. Qısa bir neçə gün ərzində. Ümid edirəm, haçansa yenə bəlkə bizə şans düşdü. İnanmıram, amma yenə də çox qəşəng sabundur. Xoşuma gəldi. Bunun performansı falan çox gözəldir. Bunları yaxaladıq. Yəni yuduq qəşəng. Elə. Mən bunu qoyum, qurusun. Üzü aşağı. Aftershave haqqında nə deyə bilərəm? Çox gözəl idi, xoşuma gəldi. Bir növ belə deyək, yağ kimi nəyisə belə yapışqanlığı var. Biraz var. Nəyisə yağlığı var belə deyək. Həm də spirti var tərkibində. Belə qabdan iyi gələndə sanki spirt biraz hiss olunur, amma üzdə açılışır, yəni ki, tam başqa bir effekti verir. Çox xoşuma gəldi yoldaşlar, çox qəşəng bir sabun və aftershave-dir. Çox xoşuma gəldi. Deməli, Frank Shaving 140 haqqda mən bəzi məqamları dəqiqləşdirmək istəyirəm yoldaşlar. Sizin üçün də o mənə gəlir vacib bir informasiyadır. Əgər mən hansısa bir 140-ı tərifləyirəmsə, yəni ki, o demək deyil ki, yəni hər kəsə yar-yar. Yox, qətiyyən. Yəni ki, bu belə deyək, mənim üzümə görə, belə deyək, mənim üzdə olan belə deyək, o dığır-dığır olduğuna görə çapıqların minimumu olur deyənə mənim xoşuma gəldi bu 140. Amma ümumilikdə yəni ki, belə çox yaxın tıraş vermir, üzdə qalır, əsasən də buralarda yəni saxlayıb olanı deyirəm, yəni təmiz qırxmır. Amma gördüyünüz kimi, hətta bit kimi tiyələrlə istifadə etdim və kifayət qədər də ağırdı, istədiyim kimi həm sıxdım üzümə filan, yəni ki, nə bir çapıq əmələ gəldi, nə bir şey, yəni bilirsiniz necə, yəni rahat üz qırxma prosesi baş verdi, yəni heç nədən də narahat olmadım, ay nə bilim, biraz bu bucağı belə eləyim, bucağı belə də elədim, ona görə yəni bu növ tıraşlardan mənim xoşum gəlir. Bu üz qırxan sizə yar-yar, yaramaz, mən o suala cavab verə bilmərəm. Yəni ki, öncədən deyirəm ki, yaxın tıraş vermir. Amma çox rahat, belə deyək, yumuşaq qırxır, xoşuma gəldi performansından, səsini də gördünüz. Qaldı bunu necə yoxlayaq, belə bir 3-4 günlük saqqalı necə qırxır. Məncə saxlayacaq üzdə, birinci pərdədə, yəni buraxacaq arada. Çünki qəfi çox xırdadır. Məncə bu kimi hallar baş tutacaq. Amma gündəlik tıraş üçün heç bir problem yoxdur. Çox qəşəng performansı var, çox xoşuma gəldi. Çox rahatdır, kifayət qədər ağırdır. Hiss olunur ki, belə deyək, bu paslanmayan poladın hansısa bir yüksək bir səviyyədə olan bir poladdan hazırlanıb. İlk baxışdan hələ baxan kimi belə deyək də, bilmirəm indi videonu nə dərəcədə belə gözəlliyi nə dərəcədə sizə keçir. Siz görə bilirsiniz bu 140, amma çox gözəldir. Yəni ki, zahiri görünüşü çox qəşəngdir. Hiss olunur ki, yəni ki, işdir. Əgər belə deyək də, mənə desələr ki, belə bir 140 var, bax gör necədir. Mən heç vaxt belə deyək,
deyə bilmərdim ki, yəni ki, bu hansısa bir Çin istehsal edir. Yəni kifayət qədər, yəni bazarok səviyyədə olan bir belə üzqırxandır. Misal üçün, keçmişdə aldığım Yagi üzqırxanlar, orada o belə deyək də, o Yaginin bir növ belə nöqsanları hiss olunurdu. Həmçinin misal üçün Kampfeda da o hiss olunur. Yəni ki, o Çin istehsalı olduğu haqda. Amma bu üzqırxanda bu hiss olunmur. İndi bu Avantinin çıxmaq şərti ilə bu sonuncu dəfə belə deyək, gözlərim gördüyü belə deyək keyfiyyət Yagi Avantinin tamamilə başqadır. Yəni ki, düşünürəm ki, bu son illər, yəni 2025-də belə deyək, Yagi şirkəti üzqırxanların belə deyək keyfiyyəti, belə CNC dəzgahda hazırlanan üzqırxanların keyfiyyəti bir pillə yuxarı qalxıb, artıq yaxınlaşıblar bu bazarok səviyyəyə deyək. Mən bunu Avantiyə baxıb deyə bilirəm sizə. Amma var, planımda var, yenə də nəysə baxın, görək alınsa. Çünki nəysə başqa bir problemlər var. Görək, Allah gəlir. Budur yoldaşlar, məncə bu qədər. Bu notlarda sağollaşmaq vaxtı gəlib. Sağ olun yoldaşlar, gələn görüşlərə də sağ olun.